İndi keçirik əsa beşlisi kartına. Yenə hər zamanki kimi kartı əlimizə aldığımızda 5 gənc kişinin mübahisə içərisində olduğunu görürük. Amma burada diqqət çəkici bəzi detallar var. Birincisi, bu gənc kişilərin heç biri bir-birinə doğru baxmır. Yəni hər birinin baxış yönü fərqlidir, fərqli bir istiqamətdədir və geyimlərin heç biri bir-birinin eyni deyil. Hamısı fərqli geyimlər geyinir və əsalar fərqli yönlərə doğru tutulur. Heç bir əsa ilə bir-birinə dəymir. Yəni burada əslində belə bir zərər vermə kimi bir vəziyyət söz konusu deyil. Bu kartın verdiyi mesaj, söylədiyi ən ümumi şey sizin də təxmin edə biləcəyiniz kimi bir xaos mühitinin yaranmasıdır. Yəni bu çoxbaşlılığın simgəsidir və əgər bir şeylər edilmək istəyirsə, bu çoxbaşlılıqdan qurtulmaq lazımdır. Siz bu nöqtədə ya geri çəkmisiniz özünüzü, ya da bununla bağlı bir nizam yaratmaq məcburiyyətindəsiniz. Çünki bu vəziyyət davam etdiyi müddətcə bu çıxılmaz bir sokaq kimi görünür. Daha çox inanc və ya fikirlərlə bağlı bir çalışma söz konusudur və çoxluq sağlana bilmir deyə ortaq bir nöqtədə görüşülmür. Yəni bu ailəvi bir vəziyyət də ola bilər, şirkətdə də ola bilər, iş həyatında da ola bilər və ya sadəcə beyninizdəki düşüncələr də ola bilər. Yəni bir-birinizi çox təzadlı düşüncələrə sahib ola bilərsiniz. Karyera və iş həyatına baxdığımızda, onsuz da ilk ağla gələn şey məncə sizin üçün də bu gəlir. Taxt mübahisələri və ya rəqabət. Yəni ortada bir taxt var və bunu bir neçə şəxs istəyir. İş həyatında narahatlıq, yəni bir qrup var, iş həyatında birlikdə çalışdığınız insanlar var, amma arada bir uyğunsuzluq, bir harmoniya pozuntusu var. Müqəddərli çalışmada belə bir anlayış verir. Yəni bir şəkildə bu vəziyyətin həll edilməsi gərəkir. Ya sizin tərəfinizdən, ya da başqa bir qat tərəfindən. Amma şəxs bununla bağlı müdaxilə etmək məcburiyyətindədir. Yəni buna görə həyatına davam edəcək və ya vəziyyət buna görə şəkillənəcək. Aşk həyatına baxdığımızda da yenə ilişki içərisində bir uyğunsuzluq mövcuddur. Yəni davamlı bir mübahisə, bir ilişkiyə daha doğrusu belə deyim, öz içində bir mübahisə mövcuddur. İlişki zaten bir çox nöqtədə tıxanır. İlişkiyə dışarıdan gələcək müdahilələri də eyni zamanda bu kart göstərir. Yəni iki şəxs yaşayan, iki şəxs arasında yaşanmır. Üçüncü şəxslər bu ilişkiyə daima müdaxilə edir və ortada yenə bir xaos mühit oluşur. Yenə bəzi tarot yorumçularına görə aşk üçgəninin oluşması da mümkün ola bilər. Yəni bu əsas serisi daha çox zehinsel düşüncələrlə əlaqəli bir kartdır. Zehnimizdə olub bitənləri bizə göstərir. Burada əsa beşlisinin belə bir aşk üçgəni kimi bir anlamı da ola bilər. Əgər həyatınızda belə bir şey varsa, bunu da sizə göstəriyor ola bilər. İrəliləmənin tək yolu bu xaosu bitirməkdir.